Salam əziz və hörmətli izləyicilər, xoş gördük. Dəyərli Səngər TV-nin tamaşaçıları, biz hal-hazırda Lerik rayonunun Kəlvəz kəndinə gəlmişik. Bakı şəhərindən 315-320 kilometr məsafədə yerləşən bir kənd. Qəhrəman bir kənddir. Qəhrəmanları ilə, şəhidləri ilə tanınmış bir kənddir. Alimləri ilə tanınan kənddir. Və biz bugün gəlmişik bir ünvana. O ünvan ki, Azərbaycan və Bəhrəm Məmmədzadə şəhid qardaşlarının anadan olduğu ev, ünvan. Və gəldik Elman dayı ilə, İzran ana ilə həm keyf-əhval xəbər almağa. Dəyərli tamaşaçılar, yəqin ki, siz bu ailəni tanıyırsınız. Səngər TV-nin efirində həmişə danışmışıq. Türkiyədən belə biz Elman dayı ilə, İzran ana ilə şəhidimizin adını daşıyan gəmilərlə bağlı, parklarla bağlı silsilə verilişlər hazırlamışıq. Vətən müharibəsində qəhrəmanlıq göstərən bu qardaşları tanımaq və tanıtmaq hamımızın borcudur. İndi dəyərli dostlar, təkrar olsa da deyirəm, 14 nəfərlik qrup xüsusi bir əməliyyata gedir və könüllü həmin əməliyyata döyüşçülər cəlb olunur. İki qardaş könüllü olaraq həmən döyüşə öz arzuları ilə gedirlər və Azərbaycan ictimaiyyətinə, Azərbaycan xalqına nümunə olası bir qəhrəmanlıq şücaəti göstərirlər. Bir-birinin gözü qarşısında şəhid olurlar və bu barədə danışacağıq, dəyərli dostlar. Veriliş əsnasında elə söhbətimiz o qəhrəmanlıqdan bəhs edəcək. Sadəcə biz gəldik, biz bu ailəyə yad insanlar deyilik, doğmayıq və biz doğma olaraq bir-birimizdən bir ay əlaqə saxlamayanda darıxırıq. Mən gördüm ki, Bakıda deyirlər, Kəlvəz kəndinə gəliblər. Mən üst tutdum bura. Görüşəndə də dedim ki, Elman dayı, İcran ana, siz hardasınızsa biz də oradayıq. Siz hardasınızsa Azərbaycan xalqı da oradadır. Beləliklə, əvvəlcə səhhətinizdən başlayaq. Elman dayı, İcran ana. Əvvəlcə səhhətiniz necədir? Burada özünüzü necə hiss edirsiniz? Şükürlər olsun. Burada özümüzü çox yaxşı hiss edirik. Bura İmanla Bəhrəmin doğulduğu torpaqdır. Onların boya başa çatdığı mekandır. Yəni nə qədər çətin də olsa, amma keçmişi unutmaq olmur. Hara gedirsən get, hansı ocaqda yaşayırsan yaşa, amma bir ocaq var. Doğulub boya başa çatdığım bir ocaq. Mən özüm də bu torpaqda doğulmuşam, boya başa çatmışam. İmanla Bəhrəm də dünyaya bax, bu torpaqda göz açıb. İlk məktəbin İman Buketdə davam etdirib, Kəlvəz kəndində. Sonra elə olub ki, biz artıq keçmişik Lənkəran şəhərinə. Bir il orada, 5 aylı orta məktəbdə oxuyublar. Ondan sonra Bakı şəhərində keçmişik. 117 nömrəli məktəbdə oxuyublar. Yəni vətən hər yeri biz üçün doğmadı. İstər cənubi, istər şimali, istər qərbi. Yəni vətənin, Azərbaycanın yad olan bir yeri yoxdur. Necə ki, İmanla Bəhrəm Kəlvəzdə doğuldular. İkinci dəfə də Xocavənd rayonunda doğuldular və əbədiyyata iz qoydular. Əziz dostlar, dəyərli izləyicilər, onu da deyim ki, İman və Bəhrəm Məmmədzadə qardaşları Qırmızı Bağzar, Cütçü, Şuşa istiqaməti, Xocavənd rayonu.
o döyüşlərdə qəhrəmancasına şəhid olublar. Biz bu ailə ilə gedib həmin yeri ziyarət də eləmişik. Elə o mövzu ilə bağlı mən sual vermək istəyirəm Elman dayıya. Elman dayı, biz həm gedəndə Xocavəndə, həm də gələndə siz bir nöqtə var. Orada dayandınız və dediniz ki, son dəfə uşaqlarla orada görüşmüşəm. Füzulinin Kür Mahmudlu kəndi. Füzulinin Kür Mahmudu kəndində. Ayın 13'inde, oktyabr ayının 13'inde. Səhər biz orada baba buradaydık, Buketli bu evdeydik. İmamın zəngi geldi ki, ata gelebilirsiniz. Dedim problem yoktu, gelerik. Dedi, bəs ananı da götür. Ben anasını da götürdüm. Bir de əmi oğlu İlqar bizimle oldu. Biz Füzuli'ye doğru üst tuttuk. Bəhramtepe yolu gedirdik. Allah var bizi orada hem pandemiye hem de ki karantin rejimindeydi. Yani gediş biraz problem idi. Ama çok sağ olsun ki bizim polis işçileri bilende ki yani iki evlat ikisi de dövüştədi. Yani özleri kaldı ki biz artık sizin karşınızda əzizlikdə eğer ki iki evlat oradadırsa gidin. Biz getdik artık orada olanla Kür Mahmudlu, ikinci Kür Mahmudlu kəndində onlarla görüşəndə vallahi mən düzdür biz oraya ayak koyanda yer göy titriyirdi. Artık topların, tankların, Raketlərin səsi. şehitlerin, skoraların daşımağı, vahiməsi. Ama onlar elə bir, ne diyeyim, elə bir vəziyyətdə gəldilər ki, elə bir şəraitdə gəldilər ki, mən hiss eləmədim ki, onlar müharibənin içindədir. O qədər belə bir hissi oluyor, deyib gülürdülər ki, yani gülər üzlə gəldilər ki, yani biz onlardan onu hiss eləyə bilmədik. Baxmayaraq ki, odun alovun Odun içində alovunda, onlar bizi o qədər hər şeydə arxeyin etdilər ki, o qədər çaşdırdılar ki, yani inanırsan ki, zaten biz hiss elədik ki, müharibə getmirdi, amma yenə də deyirəm, topların, raketlərin səsi, yəni bütün Füzulini artıq vahiməyə salmışdı da. Onlarla biz 4 saat bir yerdə olduq. O 4 saatin içində o qədər şən idilər ki, yəni deyirəm, üzü gülməyən İman, Bəhləmin döyüş nöqtəsində o momentdə üzü gülürdü. Təbiətcə ağır xasiyyətli. Amma həm ağır xasiyyətli, həm də ki, bilirsən, İman heç vaxt gülməz. Yəni onun gülər yüzü biz etkiyalarda görərdik. Amma orada o qədər deyib, gülüb danışırdı ki, bizi də o qədər arxeyin elədi ki, heç nə üçün narahat olmayın. Hər şey qaydasındadır. Yəni, ben dedim də, vətən gözəl bir neymətdir. Vətənsiz, şəxsən mən deyərəm ki, vətənsiz millət ola bilməz. Aynen. Olsa da o millət, yəni onu millət kimi saymaya dəymir. Heç kəs sayılmaz ki, bu millət, vətəni olmayan bir millət bu dünyada kimə lazımdır? Azərbaycan gözəl bir məmləkətdir, gözəl bir vətəndir. Allah ulu öndərimizi rəhmət eləsin. Mən hər zaman deyirəm ki, gözəl bir insandır ki, onun tək bir kəlmə sözü vardır ki, harda olursan ol, kim olursan ol. Unutma ki, suveren bir Azərbaycanın var. Amma indi bax tarixə, ulu öndərimiz suveren bir Azərbaycan yarattı. Şəhidlər nə etdi? Qalib bir Azərbaycan yarattı. Ulu öndərimizin apardığı siyasətinin davamçılar oldular və o yolun da yolçusu oldular. Yenə deyirəm, şəhidlər biçin hamısı eynidir. İstər 91-ci il, 92, yəni istər 93, 94-cü illər hamısı bizlər üçün eynidir. Bizdə heç vaxt şəhidlər üçün fərq olmayıb. Amma bu şəhidlərin bir adı var da, zəfər qəhrəmanları. Zəfər qəhrəmanları. Bunlar bizə zəfəri yaşatdılar. Bəli. Bunlar bizə qələbəni yaşatdılar. Bizim keçmişimizi, gələcəyimizi bizə yaşatdılar. Alnımızda olan ləkəni sildilər. Şərəfimizi, qeyrətimizi bizə qaytardılar. Yəni bunları başqa bir adı ola bilməz. Yenə də deyirəm, bunların tək bir adı var.
zəfər qəhrəmanları. İndi zaten bunların düzdür, bizim 91'den bir yana qəhrəmanlarımız da var. Amma indi deyirəm, torpaq uğrunda döyüşənlərimiz də, qazilərimiz də var. Can qoyublar. Onların zəhmətini unutmaq olmaz. Ne de onların gittiği yolu kimseden almaz. Onlar o ağır bir şəraitdə. Ne devletin devlet olduğu bir vaxtıdır, ne hakimiyet hakimiyetidir yerində. Amma onlar canlarından, qanlarından keçdilər. Amma yine de zaten onlar öz canlarını fəda etdilər. Onlar öz etdiklərini etdilər. Bəli. Amma bu şəhidlər isə 2020 hamısı üstəmər körpə bir evlatlar. İndi zabitlərimiz var ki, yaşlıları içində. Amma qaldı ki, sırf dünyaya göz açan 21, 18, 25 yaşında olan körpələr dünya qarşısında tarix oldular. Bəli. Azərbaycanın keçmişini və gələcəyini Azərbaycana qaytardılar. Bizdə evlad acısı çox çətindir. Ne kadar çetin olsa da o acının içinde yalnız bir sevinç var ki, vətənin yolunda şehit. Qələbəni kazandırdılar. Bugün bütün Azərbaycan xalqı dünyada gəzirsə, yalnız şehitlerin sayesinde alnı açıq, birdəki Allah bütün dövlətimizin şəhidlərimizə rəhmət rəhbərinin, eləsin. Ali Baş Komandanının komandanlığı altında, bəli, əlbəttə ki, Pazarlı Sərkərdə heç vaxt oyunu düzəlməz. Şükür Allah'a. Yani ki Allah elə bir yol açtı ki, Azərbaycan dünya karşısında sözünü dedi. Azərbaycanın ordusu çok güzel, güce çok güzel maharete sahiptir. Yani istediğin dünya karşısında dedi ve istediğini de etti.